Hər kəsə salam. Necəsiz qızlar? Sabah xeyir. Bugün gedirik Miranı bağçaya qoymaya. Bağçadan sonra alışverişə gedəcəyik. Şaxoş izləmələr. Mama qurban. Nə arırsan aşkım? Maşını sirirsən. Salfetkamız qutardı bax. Maşını silirsən. Sil görün maşını. Ata batırın maşını. Hə? Kim batırıbdı? Bu Miranın arxa tarafı. Bacı deyir, mən çəkmə. Yaşda bir aşım bütün salfeti qalacaq. Atası bax, sonra deyirsən ki, sənin oğlun maşını batırır. Mənim oğlum sənin maşını təmizləyir. Bu tulu təmizləməkdən çox batırdı valla. Bəs də Miran, bəs də. Sərimizi belə açırıq. Bəs, dur, bəs. Bucudan bu yollar boşdur, nə yaxşı. Yeni rolumu bəyəndim. Maşın rolumu bəyəndin. 20 model etdilər, yox. Nihat olsaydı 4-5 model. Ben memar əcəmiyə gəlib maşını saxlaya bildim, amma biraz da bəyəri saxlamışım. Gedirik bacıya paltar almağa. Bacıdan videolarım sıxıcı ola bilər. Yenə başlayırdım, məni çəkmə. Necədir qızlar? Bunun hansı renkləri var? Qara renk də var. Yaraşdı. Qaradan yorulmuşam. Bacını qaynanamgilə qoydum. Düşürəm 28-ə. Maşın saxlamaya yer yoxdur. Düşürəm 28-ə pompes adalım. Burada haftabayı var. Mən həmişə oradan alıram. Çəkib paylaşaram. Burada məsələn 32 manat alıram. Marketdən 45 manat, 57 manat bahadır. Bir göstərim hardan alıram. Bu da mənim sizə qiyam olsun. Oh, metronun çıxışıdır. Bax, pampeslər, bax burada hoftovoylar var. Gəlirəm buradan alıram. Bunlar marketə verənlərdir. Buradan alım. Bayaq maşın saxlamaya yer tapmadım. Baxın. Mən hər şeyi buradan alıram. Demək olar. Baxın, buradan alıram. Bütün hər şey. Baxın, hoftovoy verirlər. Kızlar, börək eləyəcəm. Ispanak hansıdır deyə bilərsiniz. Bundan da alım. Ha, ıspanak bu deyil. Hə, tanıyırsan, hə. Bundan alım. Kök alım. Yemək. Hə? Badımcan alım, badımcan pişirək. Hə? Qoruması. Bacım deyir, başqaları gələndə cürübəcür yeməklər eləyirsən. Mən gələndə yemək pişirmirsən. İndi deyirəm, ha, nə istəyirsən, götürmür. Bunlar nə qədər eləyəcək? Bayağı yığdım. Evə nə lazımdır, Allah haqqı bilmirəm. Prosta ağzıma gələn yığdım. Gedirəm evə, sonra deyirəm, falan şey almamışam. Bax, Alışveriş elədim. səhər durub görmüşəm ki, kartımdan 200 manat pul çəkilir. Pulum çıxmadı. Bəs indi bunu nəyə çəkmirsən, sən danış görüm. Bax, Miranda bir dənə şampes. Aha, hətta bu tarda dayıca bir gün sabah əsəriyə gedəcək. Şampun. Aha, Gözü yandırmır. Evdə çoxdan amma yerində aldım. aha, daha sonra. Sən üçü birində olan Palmali. şampunun. Aha. Bunu ananın evindən götürmüşəm. Amma bunun üstündə bax görürsən yazıb həm body, həm saç, bədən, həm də mən də face. içində, hə, bədən. Amma mən ancaq bunu bədən gelir. Bax. Kimi istifadə edirəm. Mirana peçenyelər almışam. Yəni, bunu dənsimə indi çənəyəcəm. Bananısını hatta tapdım. Bunu qoyaq yerə. Bu maşına gedəcək. Bunu bacım özünə alıbdı. Bacı niyə qatdın sonra? Bacızı bu çatmışdı. Yox, bunu açmayayım gözdən. Slipin salvetkası. Aha. Bu başqalarının qara çıxır deyə qaynanamla pesol götürdüm. Sonra. Ondan sonra ağ oldu. Görək də. Bir yana salvetka. Əslində istifadə edəmə. Tualete sürtmək üçün belə bir şey. Bunların hamısı elədi. Bax, kocam. 66 manat 30 qəpik. Bir dənə söz deyim. Əlavə şeylər də almışam maşındadır.
Bu belə deyim də 66 manat yox, 120-150 manatlıq şeylərdir. Mən Hoptoboydan almışam, səni düşünür. Çox sağ ol. Hoptoboy yetdiyin üçün çox sağ ol. Bunları göstərməyim. Aşkın sənin üçün qəşəng börək hazırlayacaq. Bir də lahmacun tezdən çıxana qədər. Əla. Bir dənə belə bir kalkasa. Tamam. Sağ ol, xoş gəlmisiniz. Belə bir xam almışam. Yuxarıda, bahalı yuxarıda. Səskadır. Kartofdur. Alaşın, qoy yerinə. Bu kartof qəşəng olur. Sirkanın içindən uğradıq, hə? Soğan almamışıq. Yığmadı, hardan yığılır? Aşkım, bilirəm evə ət almağa qoymuşsan, bu ət də aldım. Çünki bacım gəlir, 20 manatlıq aldım. Qıymadır. Araz marketdən aldım. Qıymadır. Kilosu. Çox Sonra istidir, 20 manat. mayonez aldım. Qarov. Qarov aldım. 14 manat bunu aldım. Çox sağ ol. Göstərməyəm. Belə bir Miranda bağçaya sok aldım. Bir dənə də sok aldım. Uğur aldım. Bunları yığıram. Deyirəm mən pulunu satacaq. Kartın əslində satmadı əslində. Kırılacım belə bir 3 dəfə də istifadə edəcəm. Belə bir yağ aldım. Bu harandı? Bilmirəm. Mısır yağı. Mənim miminim. Milanın qatığı. Bu 7-8 manat alıram. 3 manatlıq qatıq yemirəm mən. Belə bir Coca-Cola aldım. Bu suyu Ayşənə dedim ki, yanıram sütundan. Bir dənə sual at çək. Maşında apardı, maşında gətirdi. Sağ olsun. İçərsən. Bacım, qəşəng çəkirsən. Ayşən, sağ ol ki, sən bu suyu açdın. Mən bunu içdim. Belə bir sənə pizza hazırlayacağım. Allah kendir. Çox arığı kökəlmək vaxtıdır. Göy əti almışıq. Sağlam qida. Yalandan. Bu da Ayşənin yenə qabı. Bilmirəm qabları neyini. İndi isə börək hazırlayacağım. Göy özüm hazırlamışam. Hamuru özüm kəsmişəm. Bir ana yoğurt aldım. İlk dəfə də bu yoğurtdan alıram. Şu an zəhərlənməsi yaxşıdır. Belə bir... Niyə qəşəng ucuz yoğurt? Gidip yalan sonra. 4-5 manatlıq yağ almışam ki, hər yeməyin deyəsən, amma sən də yemirsən. Kımışqan. Həbə bu cıbır almamışam, qoydu içine. Yenə də bu qədər şey almışam, evdə işin yoxdur. Qab, 2 manata qablar. Bir də bir pendir aldım kilodan. 2 neçəyə çox qəşəngdir, saxtadır. Nəsə, burada da çek var. Allah bir başqasının çekini uğramışam. Bu çek nədir? Səhv gəlir. Belə bir pendir. Necə də aşkım? Yaxşıdır. Əla, əla. Pulun getməsinə dəyərmi? Əla, çox sağ ol. Səhər 200 manat. 300 manat edir, 266 manat. Çox sağ ol. Sağ ol. Sağ. Lahmacun eləyirəm. Burada pendir də rəndələmişəm. Tez-tez eləyirəm. Mən çəkən yoxdur. Həmişə lahmacunlarım qəşəng çıxır mən. İçinə nələr qatıram? Şiniş qatdım, petruşka qatdım. Petruşka azalmışam. Qırmızı biber, yaşıl biber, biraz acı biber, sarımsaq. Bilmirəm, siz sarımsaq qatmırsınız. İndi bəzisinin pendirli, bəzisi. Amma içinə yağ zat qatmadım da. Məndə biber tomatı da var. Biber tomatı da elədim. Bacı gedibizlədir. Börək deyəcəm. Bu yuxaları aldım. Baxın. Bu yuxalar tam fərqlidir. Pişməmiş. Baxın. Qutab xəmiri. Qutab da az deyə bilərəm. Beş oldu. Hələ o pişmədi, bir dənə bax. Əlimə baxın, lahmacun. Murad həmişə petruşkasız yer. Necə daşı? O, xırçıltılı. Bu soyub. Dedim, yeməmiş getməyib. Yağına baxmayın. Mən amma ona yağ vurmamışam, ha qızlar, qətiyyən. Suyurdu. Pomidor yadımdan çıxıb. Amma tomatlı pomidor eləmişim də. Mənim tomadım elə biraz bahalı tomatdır. Qaynanam bilmirəm, hardan alır. Biberli zatlı deyə. Elə burada heç nə çəkməyib, tək o tomatdan vurmanız kifayət edir.
Bilmirəm, marketdə satılır yoxsa. Telefon yağına bax mənə. Lahmacun. Buydu. Lahmacuna oxşaritos. Hop. Ata birini də qoydum ona söz zəhmət. Bu da mənim Nüşitos. 7-ci lahmacuna. İşə qaçırdı. Göz haqqınızı halal eləyin. Mənim lahmacunlar var. Murad deyir, ətini çox qoyursan, sizə də ətini çox qoyuram. Gələdir. Allah haqqı qızlar təvəssük hazırlamışam. Qoxunan bir dənə gününə baxın. Nissan lahmacun çox çıxdı. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Kızlar, necəsiniz? Dedim ki, suallarınıza cavab verim. Bu kamera belə qoymuşam, üzüm biraz yeşə düşə bilər. O qədər mən sizin nəyini. Deməli qızlar, əməliyyatım haqqında çox suallar gəlir. Hansı həkim edir? Mənim həkimim Instagram səhifəsində postun altına qeyd eləmişəm ki, eləyib baxa bilərsiniz. Bu bir reklam deyil. Mən 3 ildir bu həkimi araşdırıram. 3 ildir yanına gedirəm. YouTube'da da çəkmişdim. Storyamda da paylaşmışdım. Qəbuluna gedəndə yəqin ki, izləyicilərim bilir. Görənlər, eləyənlər yaza da bilər, təsdiqləyə də bilər. Mən bu həkimi çox araşdırırdım. Çünki niyə araşdırırdım? Bu əməliyyat qızı elə bir əməliyyatdır ki, bu əməliyyatda 150 manata, 100 manata eləyənlər üçün. Yerli çəkmə ilə 100 manata, 150 manata, 300 manata, hətta 250 manata belə eləyənlər də var. Yəni mən belə deyim də, o tanışlarım əməliyyat olmuşdu. Gözlərində ləkələr qalmışdı. Bax, burada tikiş izləri qalmışdı və mən ondan çox narahat idim. Həkim də gördü mən narahatam, dedi gəl sənin saçını içindən eləyək. Mən də əməliyyatımı saçımın içindən elədim ki, məndə tikiş izləri bilinməsin. Yerli ketmədən də ola bilərsiniz, narkozdan da ola bilərsiniz. Narkozun qiyməti biraz fərqlidir. Mən narkozdan oldum. Yəni mən belə deyim qızlar, gülməyə çalışsam da üzüm belə necə deyim, belə deyim də mimikalarım təmiz, mənim mimikalarım hal-hazırda təmiz dəyişib də. İndi düzdür, hələ biraz şişlərim var, ödəmlərim var. O boyda kəsik əməliyyat neçəsi olmuşam mən? 11 gündür də, 11-10 gündür. Əməliyyatım üstündən 10-11 gün keçibdi. Yəni ona baxmayaraq çox gözəl nəticə almışıq. Bu əməliyyat elə bir əməliyyatdır ki, qızlar, 6 aya nəticəsini göstərir, 2 aya nəticəsini göstərir. Amma mən indi də nəticəsini görmüşəm, çox da bəyənmişəm. Kim əməliyyat olmaq istəyirsə, getsin, rahatlıqla ola bilər. Azərbaycanda yeganə 2 dənə həkim var ki, bu əməliyyatı yaxşı eləyir. Bəziləri qalanlar, belə deyim, bədən şəkilləndirmə edir, gözə də əl atır. Adlarını çəkmək istəmirəm. Burun əməliyyatı edir, gözə əl atır. Yəni mən çox araşdırmışam. Cəmi 2 dənə həkim var. Adlarını çəkmək istəmirəm. Biri mənim həkimim, biri də o birisi həkim. Düz o birisi daha da çox şit eləyir. O birisinin qiyməti daha da çox bahadır. O birisinin ən belə bəhkədəni bəyənmirlər, çünki o reklamı çoxdur da. O gözləri belə deyim də daha da çox bərbad. Bəziləri biləcək hansı həkim deyirəm. Daha da çox belə qıyırda çox daha üzü dartır, başqa əməliyyatlara da əl atır. Ona görə yaxşı alınmır, təbii alınmır. Məndəki təbii alınırdı, düşünürəm. Və mənim ətrafımda, səhifəmdə kim varsa, hər kəs mənim əməliyyatımı çox bəyəndi. Hətta o biri həkimi pisləyənlər də oldu ki, yəni deyirəm, yeganə 2 həkim var ki, bu əməliyyatı eləyir. Ona görə mən bu həkimin yanına çox qəbuluna gedirdim, çox araşdırmışdım, çox da bəyənirdim. Yenə deyirəm, kim olmaq istəyirsə getsin, göz yumulu əməliyyata gedə bilər. Bu əməliyyatlar fərqli əməliyyatlardır. Bəziləri başqa şeylər də eləyir, bəziləri tək gözünün üstündən yerli çəkmə də eləyə bilər. Mən tanışım, yəni gözünün üstünü kəsdiribdi, qətiyyən iz qalmayıbdı. Narahat olmayın, qorxmayın. Çünki həqiqətən əli yüngüldür, çox gözəl həkimdir. Tanış belə deyim, müğənni tanışlarım da var ki, onlar da olubdu. Çox gözəl əl işi var. Yəni deyirəm, başqa üzgərmə də eləyir. Mən yazmışam ki, məsələn, üzgərmə qızlar, mən yəni üzgərmə bilirsiniz hansı xanımlara ehtiyac var? Məsələn, 40 yaşı var, 50 yaşı var, üzü aşağıdır, mimik tez üzü qırışmağa başlayıbdı. Onlar hə üzgərmə eləyə bilər. Üzgərmənin də qiymətləri bilirsiniz 5000-6000-dən başlayır. Buxaq əməliyyatı da eləyirlər. Burada nəsə piy çıxartmaq. Yəni bu həkim üzə aid nə varsa hamısını eləyir. Üzə aid nə varsa hamısı eləyir. Ona görə ətraflı məlumat üçün həkimin özünə yazsınız, daha çox sevinərəm. Öpürəm sizi. Sizə xoş izləmələr. İndi bütün lahmacun elədim. Yedik, doyduq. İndi gedirəm, birazdan evi yığışdıracağam. Miranı götürməyə gedirəm. 2 bacım var, ikisi də bizdədir. Qızlar biri bizdə qalır. 1-2 günlük mən əməliyyat olmuşam deyə. Adı olsun mənə baxmağa gəlib, bütün günü gəzməklərdədir. Bu birisi də həkimə gəlib. İkisidən də yerdən yer salmışam. İndi plastinalar sərəm deyirəm, hərəsi bir fərqli anadan atadan. Yarısını indi yudum. Plastina oradaymış. Şimdi sizə də plastinanı axtarım, tapıram da. Hərəsi bir anadan atadan hərəsə düz qoş elədim. Oyda bunları taxana qədər yoruldum. Sən göstərin. Qızlar, mən bacım uşağın 9 yaşı var və danışmır. Nə qədər əlaqabitlərə aparmışıq, danışmır. İzləyicilərim bilər, Miran oğra mən baxırdım. Bilirsiniz necə, 9 yaşı var, amma uşaq hərəkət edir də. 2-3 yaşındakı uşağın hərəkətlərini edir də. Və uşaq kimi aparmır özünü.
Dəki zamanla düzələcək və sudurqası var idi. İndi daha sudurqa tutmur. İnan ki, heç hara gedə bilmirdim. Hər hansı bir toyda, məclisdə bir də görsə sudurqası tuturdu. Buraxmırdı. Çox pis sudurqası var. İndi işə sudurqası gedibdi. Qəzada gözü belə yara olmuşdu bunda. Baxın. Ləkəsi qaldı. Hı? Hə? Bir də buran, hə? Çiçek yandırmıştı. Evet. Çiçək yandırmayıb, qəzada olubdu. Bu kim eləyir? Hə? Bıçaqlamaya çalışmışam. Qızlar uşaqdır, əli yanıbdı. Bizə gəlib deyir ki, uşaqlıqdan oldu, qəzada olubdu. Şüşə gəzirdi. Deyir ki, mən bibim buna baxır, uşaq baxdı. Deyir, çiçək gəldi əlimə, qaşıqdan dağ bastı. Yazıq çiçək. Uğur, elə şey olmuyor, baxın, niyə yalandarsa? Mən oynamışım ya qarşına ona qızdızdı gəldi, qoydu yandı. Mən görmüşdüm 4 yaşında. 4 yaşında, 3 yaşın vardı qəza keçsin. Sən Miran boyda olanda hər şey yadındaydı. Hə? Qəza necə baş verdi? Oynuyordum. Yox, qəza maşında necə baş verdi? Maşına. Sən yolun ortasına düşmüşdün? Hə. 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 Nə olmuşdu qəzada? Maşın vurmuş gəldi əlimə dağ bastı. Göz qısa danışa bilmir, inşallah zamanında düzələcək. İnanız biz bacımla bunu nə qədər laqabitlər aparmışıq, nə qədər pullar tökmüşük, 500 manat bir, 200 manat bir, yəni xeyri yoxdur. Akışına buraxdıq, amma zamanında danışır. Hə? Nə? Əlim yanıb. Hə. Bizə şiddət göstərir, bizən dövüldürür. Deyir mənim maç gözümdə bu. Hə, zamanımızı göstərir. Yığışdırdım. Qara paltarları atdım. İndi qabları yuyum, geçir. Kreativlər təmizliyim, nə olur? Hə? Bir saat 6 tamam, buradan çaya çıxmalıyım. Ha? Nə? Gözüm görmür. Nə? Baxın. Qoyma dedim. Yerdən bunu tapıbdı. Ha, burandı. Miran atıbdı. Gəl tax yerinə, gəl. Gəl tax, apar yerinə tax. Bura. Hə. Bura. Hə, tax yerinə. Bunları yudum, qəşəng. Suyun çəkilməsini gözləyirəm. Paltar çıxmaq bilmir. Ağları atıb gedərdim Miranı götürməyə. Bir də bibimi görməyə gedəcəm. Yoruldum, mən sizin də hazırlaşmalıyım. Qollarım nəyə maşıyıb? Sadə makyaj elədim qızlar. Sizlər. Gedirəm Miranı götürməyə. Oradan da qaynanam gedəcəm. Necə? Görürsünüz necə dəyişmişəm. O üzümdəki o əsəblik gedibdi. Necəyim? Tələsik bəzəndim. İndi hazırlaşım gedim. Bir qara kofta, cins şalvara getdim. Paltar dəyənməyib. Ulan, nə yenirsiniz? Nə yiyirsiniz? Cips almışsınız. Miran, necəsən? Qaqa. Ay Miran. Mən çinən Akını çox istəyirsən. Ay Miran. Müəllimə deyirsən. Ay, yox, Mirana. Yox, bilmə. Yox, tökəcək o. Bilsən nə olur? Ay Miran. Qızmasın özür. Miran. Ay Miran. Acun deyir ya Ayşən. Müəlliməsinə deyir Acun. Acun deyir, amma istəmirəm bunu. Müəllim deyir, mən sizin deyir, yox. Qamsan. Ay Miran, hamısını yeyərsən, hə? Ay Miran. Yavaş ya, tam hamısı söndü. Hamısını yeyərsən? Ha? Bir damcı yedim, təzim qaldı qıza, mən lülazat. Qoyun əti qətiyyən olmaz deyə, ayda bir dən yemək içində biraz belə qatılsa belə təzim qalır. Əsr əmək hal-hazırda. Lan mən orada. Mən yatmaq istəyirəm, gedib yatırım. Onda xala dinə dursun, mən yatım. Xala dinə dursun, mən yatım. Ayşən dur. Ayşən dur. Xala burada yatsın. Dur da Ayşən dur. Dur. Mən də orada yatıram. Mən orada. Yox, burada yatıram. Anadolu, Anadolu, Anadolu. Sen yerinde bura. Sen yerinde. Sen yerinde bura. Sen yerinde.
Ben yatıram. Geldi Murat. Hanım Ben Murat. yatıram. Murat. Murat gelsin ben deyəcəm. Senden küstüm mü? Hissi. Ben senden küstüm. Miran bana yapma. Ama burada yatır. Sen ben telefonuma tepi atırsan. Döydü. Ha vaxt döydü. Ha, dərman içmişdin. Orada soskasız necə yatdın? 2 gün soskasız qaldın. Necə yatdın? Başından vurdular. Elə elədilər. O pampesi ne ora atımsan? Adam bir pampesini çıxartdı. Aparar tullayar. Get pampesi kloka koy get. Tərbiyəli ol. Ağıllı ol. Pampesi apar zibil qabına at. Bura gəl. Bura gəl. Ey mey eləmə. Bura gəl söz deyirəm. Miran. Tərbiyəsiz. Ne deyir? Kiç deyir. Ne deyirsən? Ne deyirsən? Ne dedin? Kiç ne deyir? Ne oldu? Ne oldu? Elə mi? Ne vardı? Bu da cülbəkdə. Apar pampesi zibil qabına at gəl. Zibil qabına at. Zibil qabına at. Axırı çatdırdım. Get zibil qabına at. Tez ol. Aya! Salafana qoy, kuxnadadır. Attın. Ha nedir? Maşın sür görüm. Maşın sür. Miran maşın söndür gedək yataq. Hem sana çok istəmir. Get yat. Məyəm. Ay Miran. Qurban olum. Ay xozusan sən. Ədə sənin qanban qoncuymaya lazım deyil. Get yat. Oy nana buna şuna böyle. Qurban olum. Get özünə arada hörmət elə. Git yat. Ay Allah, mən 7'də dururam. Bunu yatızdırıram. Saat 2'də bu hələ yatmıyor. Uf. Axı. Get maşına qoy get ya. Sağ ol elədin. Sağ olun. Ay aşkım, mənim gözəl övladım. Mənim ağıllı övladım. Gün ərzim. Sən nə qədər danışırsan? Sən mənə lazım deyirsən. Ha ne diyorsun? Magancık der. Nedir bu? Ne söz bu? Ay. Ha gancık dersen ne der? Ne dersin? Gıcık mıcık. Sen ne danışırsan? Gancık dedi. Ne olur kurban oğlum. Git yatıram ben. Sen bir daha sağ ollar. De sağ olun. Geceniz xeyrə qalsın. Ben yattım sağ ol. Nədir Məryəm çağırsa? Sən deməmişəm mənim adımı demə. Səbinə baxın. Maşında bacı gedir. Skret derman kırıldı. Aparaq. Yoruldum yetişmişəm. Tez ol. Saat 9'du. Bir geceye sağlam. Günaydın.
Deməli qızlar, Miranı qoydum. Düşünürəm ki, 10.000 atım sonra gedim. Yollarımızı da bağlayıblar. Azadlıq parkındayım. Bu Azadlıq parkı da düz deyil. Pilləkənlər çoxdur. Hamı gəlir burada, çəkiliş eləyir. Yaşıllıq. Güzel. Başım surandı, mən də başım surandı. Sonra gedim evə. Evdəkilərə börək edeyim, börək. Sər parkda gəzmək nə qədər yaxşıdır. İnsan ruhu dincəlir. Bak, nədən baba gönlünə qəşək gəzir. Qızlar, yarım saatdan çoxdur gəzirəm. Burada deyil ki, gəzəndən sonra buradan da keçirsən şarma bir şarma yiyirsən. Ayda, buranın desertlərindən çox xoşum gəlir. Çay yanına verirlər. Ayda, yollar bağlıdır. Bir dənə baxın. Mən evə getməliyim, ama gedə bilmiyorum. Taksidən geçsən bir də, maşından geçsən bir də, marşrutdan geçsən bir də. Yəni marşrut dersən tezcə. 2018-dən bəri bu təkərlər buradadır. Mən burada oturmuşdum, yerlədirdim. 7 yaşım var idi. Ya. Təkərlər nə təmizdir, silib rədərsən. Gözümüz təkər. Çoğaldıqla əvvəl 2 dənə idi. Qızım, mən yoruldum. Bu yollar boş deyil. Parkda polislər çoxdur. Kim də görəm deyirəm sabah sıxıyır. Arxada polis var. Gözlüyümü göstərə bildim. Hərisə keçdim. Mən deyir ki, bütün parkı elə bir çəkdiniz, qutardınız. Deyirəm, hə. Beni mi izliyor? Beni izliyor. Yani bizim yollara baxan görün nə qədər kamazlar var. Yolları bilə-bilə necə bağlayırlar. Niye burada dayandı? Uf, 10 dəqiqəlik evə inansız yarım saata gedirəm. Arxam təmiz bağlıdır. Ezəndən durub. Gördüyüm iş Qapını bağlamayın. Gördüyüm iş. Heç o qapım olmuyor, bir gün çıxıb gedər yürək olsun. Dur, sən durğucu xəbərin olmuyor. Çıx gör nə var. Özür bunu götürür maçalkamızdan belə çap. Dedim sizə bir saat restorandan gətirim. Ha, yox, şahacıqdır. Gör, bax, gör, nə pişirəm. Bax, appa pişirəm. Nədir bu? Bax, börək. Deməli, ıspanaq, pendir, Hollandiya pendiri. Ondan sonra aydı pendirdən qatışdırmışam duz, istiot. Hazır belə mağazında xamırlar satılırdı, yuxalar, pişməmiş yuxalar. Onlardan almışam 20 ədəd. Sonra 3 dənəsi də böyük hazırlamışam. 4 bucaq. Börək hazırlamışam. Üstünə də qızlar yumurta zat belə vurmuşam. Çörək otu üstünə vurmuşam. Hər şeydən vurmuşam qızlar. Resept belədir. Mira, hə? Qızlar, bunu kartoflu da eləyə bilərsiniz. Kartoflu o qədər dadlı olur. Bir də ətli. Bir gün eləyəcəm. Ətli kartofu qatışdıracaq. İkisi bir arada qəşəng olacaq, ha? Qoy pişirim sonra. Evdə adam çoxdur. Bu aralar vlog çəkə bilmirəm, üzrlü say. Mama belə elə, Allah da. Qızlar, bacı telefondan danışırdı. Dedim səsləndirmə eləyim.
Deməli, hər dəfə yemək bişirəndə yadımdan çıxıbdı. Bax, burada belə kir birikib. Hər dəfə yemək bişirəndən sonra qıza isti-isti söndürməmiş, yağ çözən spreylərdən vurursunuz. Qəşəng tərtəmiz eləyir, inansız. Mən setkasını hamısını çıxardıb simini zaten sürtdüm. Qalanları da bu şəkildə sildim. Slipinin salfetkası ilə qolum zadımda yandı. Siz də belə yoxlaya bilərsiniz. Dadı möhtəşəm idi qızlar. Göz haqqınızı halal eləyin. Həqiqətən möhtəşəmdir. Hələ bunun siz kartoflusunu, ətlisini eləyib yesəz, inanın ki, yəni qalmayacaq da. Baxın, pişirə-pişirə içindən çıxardıb yeyirdilər. Belə bu şəkildə qaba qoydum. İnşallah bu qutarmaz, qaynanama apara bilərəm. Murad da gəlib yeyər. Bilsəydim 2 qab eləyər. Gəlib özü yatıbdı. Dəzən bu yerdən yer salmaq bunun xoşuna gəldi. Gəlir qəşəng özü yatırır. Yine kurban ölüm Maşınacıqı. Təmizlik şirkətinə göndərəsiydim ədyallarımı. Amma düşündüm ki, paltaryanda yum görək necə olacaq. Əslində bir dəfə yumuşdum. Mən də bu ədyaldan, tüklü ədyaldan 3 dənədir. Boz rəngi, qırmızı rəngi, bir də ağappaq. Çox kirlənmişdi. Onun üçün 1 saat 15 dəqiqə qurdum. Belə qabları yudum, qəşəng şəkildə suyu çəkilsin, yığacam yerə. Yemək var idi, onu atdım. Nə vaxt xaladenikdə qalıbdı, görməmişəm. Qablar da yudum, buraları da yığışdırdım. Burada da qızlar sabah qaynanamla börək aparacam. Miran dərmanıdır. Mən bir özdən yığışdırıram. Bacıqı çay zat. Oy, çox yorucudular. Nasız, bacın biraz nasasdı. Onu idmana zada aparıram. O məndən qəza keçirmişdi da. Onu müalicə eləməmişdi. İndi sinir tutubdu. Əslində sinir tutub, ayağı tutub. Ona görə idmana aparıram. Hər səhər gedirəm inşaatçılara. İnşaatçılarda da idmanım. Oradan qaynanam gilə. Hər gün demək olar eyni şeylərdir də. 20 gün bizdədirlər. 20 gün mənim başım qarışıq olacaq. Onun üçün sizə video ata bilməyəcəm. İşte evi zaten yığışdırdım. Çorapları da əlimdən yudum. Kombi üstünə qoydum. Miran ayaqqabılarına baxın. Buraları da yığışdırdım. Süfrəni yudum. Paltalar sərdim. Miran paltalarını evə sərirəm mən. Belə. Onu izlədiyiniz üçün çox sağ olun. Səhifəmizə abunə olub yorum yazmağı unutmayın ki, inşallah buralar sizə söz verə bilməyəcəm. Videolar çəkə bilməyəcəm. Amma siz izləmədə qalın. İnşallah maraqlı videolar gələcək. Ayın 27-si də dikişlərim söküləcək. Başımdakı dikişlərim inşallah ağrılı olmaz. Nəticəni də siz görürsünüz də, baxın. Hələ qaşlarım alnında lap qalxacaq. Biraz da dodaq dolgusu eləsəm möhtəşəm olacaq. Fikirlərinizi yazın, necə olmuşum. Təbii halımdan qızlar video çəkirəm. Yəni, ay saçınız pis gündədir zatda heç inansız. Ancaq gələndən iş görürəm. Ənəsə danışmayayım. Öpürəm sizi. Gedim hamamı zadıb sürdüm. Qızlar, özüm üçün ışıq almışam. Bir də çəkmək üçün şey almışam da. Allah'ım olsun. Qabları yox, qutaram deyirəm, ayılaq. Mən heç də çəkmədim. Börəyi pişirəm deyirəm, mən heç də çəkmədim. Ancaq danışaraq. Belə biraz sıxıcıdır. Amma idarə edin.